Salam, Qoldmaster tədris mərkəzi. Bugün sizlərə kürənin həcminə aid bir sualın izahını verəcəyəm. Keçək şərtə. Deyir ki, bir quş bir ucu düz bir səttəki A nöqtəsinə bərkid edilmiş, uzunluğu 3 metr olan iplə ayağından bağlanıb. Quş hərəkət etdikdə onun hərəkət edə biləcəyi sahənin həcmi ən çox neçə metr kub olar? Deməli, həmin verilən şərtdəki A nöqtəsinə bu ayağından quş iplə bağlanıbsa, o zaman quş bax bu formada nə edə bilər? Yerdə yeriyə bilər də, hərəkət edə bilər. Onda radiusu 3 olan, baxın, bax bu çevrə şəklində quş yerdə hərəkət edir. Və sonra nə edə bilər? Və sonra yuxarılara da uça bilər də. Bax, fikir verin. Yuxarı, sağa, sola hamısında bunlar nə edə bilər? Uça bilər. O zaman həmin quşun hərəkət edə biləcəyi sahə kürənin yarısıdır. Baxın. Bax. Kürənin sferasını götürsəm, radiusu 3-dür. Bax, ancaq həmin verilən heyvan, quş, bax, ancaq burada nə edə bilər? Ən böyük sahə ilə hərəkət edə bilər. O zaman da biz nə edərik burada? Deyir, həcmi neçə metr kubdur? V bərabərdir 3/4 pi r kubdur. Yazıram 3/4. Pi vurasım. R neçədir? R də radius 3'dür də. 3'ün kubu. Kubla 3'ün biri gedər. Qalar 4 pi vurulsun. 3'ün nəyi? Kvadratı. O da 9 edir də. 36 pi. İndi bu kürənin yarısı idisə, bunun da həcminin, bütöv həcmi 36 pi idisə, yarısı nə qədər düşməlidir? Yarısına düşməlidir 2/1 V. Yəni ki, 36 pi vurasım 2/1. O da eləyər neçə? 18 pi. Doğru cavabımız neçə oldu? 18 pi.